İmam Əlinin, Allah ondan razı olsun, namazda, rukuda zəkat verməsi. Bəzi insanlar iddia edirlər ki, güya İmam Əli namazda olanda ruku vəziyyətində barmağında olan üzüyü zəkat verib, yaxud sədəqə verib. Maidə surəsinin 55-ci ayəsini buna dəlil gətirirlər ki, bu barədə qıssa nəql olub ki, İmam Əliyə aiddir. Maidə 55. Baxın, əziz qardaşlar, ümumiyyətlə İmam Əlinin fəziləti olduqca çoxdur. Kifayət edər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, İmam Əli cənnətdədir. Başqa hədisdə deyir ki, İmam Əlini Allah sevir, o da Allahı sevir. İmam Əli cənnət əhlidir, şək yoxdur. Böyük fəzilətləri varid olub. Amma insan gərək bir insanın fəziləti barəsində danışanda varid olan şeyləri danışsın. Əlavə şeylər, uydurma şeylər danışmağa ehtiyac yoxdur. Bu qıssa Şeyxülislam İbn Teymiyyə rahimehullah özünü yazdığı Minhacü's Sünnə kitabında deyir ki, bütün nəql əhli, subhanallah, bütün nəql əhli hamısı icma ediblər ki, Maidə surəsinin 55-ci ayəsi İmam Əli haqqında nazil olmayıb. Xüsusi olaraq İmam Əli haqqında nazil olmayıb. Bütün nəql əhli burada icma ediblər. Və buyurur ki, bu barədə varid olan qıssa İmam Əlinin rukuda zəkat verməsi qıssa varid olub. Sabit olmayıb deyir. Və odur ki, İmam Əlinin rukuda zəkat verməsi, barmağında olan üzüyü səhih deyil. Bir məsələni də qeyd edim. Bunu deməklə biz İmam Əlinin qədrini aşağı salmırıq. Bəzi insanlar elə bilir ki, sən bunu deməsən, Əliyə düşmənsən. Sən deməsən ki, İmam Əli Kəbədə doğulub, Əliyə düşmənsən. Ya Allahil əcəb. İnsanlar nə yiyib, nə içirlər. Qardaşım, bir insanın fəziləti barəsində varid olan şeyləri danışmaq lazımdır. Varid olmayan şeyləri danışmaq düzgün deyil. İmam Əli haqqında varid olan fəzilətlər kifayət edir. İmam Əli necə şərəfli, fəzilətli insandır. Bəs edər ki, Allah onu sevir. O, sağlığında cənnəti qazanmışdı. Amma varid olan şeyləri danışmaq lazımdır, uydurma yox.